Sizcə motivasiya bir hissdir, yoxsa sistem? Nə bilim, axır vaxtlar daha çox onu bir hava kimi qəbul edirəm. Səmimi deyəcəm. Çünki çox insanlar motivasiyaya söykəndi və yandılar. Çünki motivasiya nə oldu? Bir saniyəlik səni ucaltdı, hərəkətə gətirdi, sonra bəs. Heç bir şey. Mənim ətrafımda çox az insan var ki, motivasiyanı ən azı 3 gün davam edə bilirlər. 3 gün. 3 gün gedəcəksən idmana, 3 gün kitab oxumağa başlayacaqsan, 3 gündən sonra heç bir şey. Ona görə motivasiya söhbətlərində mən biraz uzaqlaşmışam o mövzudan. Çünki özünüz bildiyiniz kimi şəxsi inkişaf üzrə mentoram. Mən o mövzuya söykənib, üzr istəyirəm, konsultasiyalarda çox vaxt xanımlara deyirəm ki, məndən gözləməyin o sözləri, çox xahiş edirəm, səndə alınacaq. Mən sənin arxandayam, sən supersən, gözləmə onu məndən. Daha çox belə biraz şiddət gözlə, mənəvi şiddət gözlə məndən ki, mən səni biraz təsir eləyə bilim, uzun müddətli davam eləsin. Motivasiya çox tez olur və mən ona özüm söykənmirəm. Davamlılığa daha çox güvənirəm. Zəif, mənasız, kimisə gözündə gülünc görsənən, amma davamlılığa daha çox güvənirəm və bu ən mənim üçün ağır lüksdür. Davamlılıq. Bu dində də belədir. Doğrudan. Bəli, rəhmətli Hacı Şahinin bir sözü var. Bu motivasiya ilə bağlı ümumiyyətcə. Dedi, bir sual verəcəm. Sonra, hə. yəni bir kəm, sonra, hə. Sonrası gəlmir axı. Çox vaxt gəlmir. Və ən belə populyar кейsdir ki, sonrasını soruşanda heç bir şey gəlmir. 3 gün davam edir. Və heç kəs izah eləyə bilmir. Onda motivasiya və söykənməməliyik. Yəni sırf öz təcrübəmdən deyə bilərəm, heç kimin adına danışmıram. Məndə işləmir motivasiya. Çünki mən bir anayam. 90% zaman mən yuxusuzam, kortizolum yüksəkdir, yorğunam və çoxlu məsələlər həll etmiş oluram. Çünki məndə bir case deyil, Seva Studio var, konsultasiyalar var, paralel olaraq influenceram və s. Anayam ilk öncə, full time anayam. Ona görə nə motivasiya? Hardan tapım mənim motivasiya? Məndə yoxdur axı. Heç pulla da ala bilmərəm. Ona görə başqa alətlər axtarmalı oldum. Tapdığım üçün də çox xoşbəxtəm əslində. Maşallah olsun sizə. O zaman bu sualdan sonra belə başa düşürəm ki, uğurlu olmaq üçün intizam, disiplin, davamlılıq çox önəmlidir. Bəs biz onu necə yaradaq? Hardan alaq? Gəlin, mən uğur söhbətində öz adımdan danışmayım, biraz yalandan video yaradım, təvəzzükarlıq edim. Amma ben misal üçün Ronaldo. Yeganə kişi əks cinsdən mən tərəfdən bir kumir kimi gördüyüm insandır. Niyə? Əzmkarlıq. Çünki bu insan bütün intervyularda cavab verir ki, mən bacarıqlı deyiləm, mənim özəlliyim yoxdur ümumiyyətlə. Sadəcə biri 20 dəfə misal üçün qol vurmağa çalışırsa, xanım dilində danışım, kişi dilində izah edə bilməyəcəm. Mən də onu 100 dəfə, 200 dəfə eləyirəm. Sadəcə cəhdlərimin çoxluğuna götürürəm. Və mən bunu özüm üçün bir kredo kimi götürdüm, bir düstur kimi götürdüm ki, doğrudan da uğur, bacarıq söhbəti yox, cəhdlərimin sayı. Konsultasiyalarda da misal üçün ən tez-tez gətirdiyim misal xanımların biləcəyi ki, misal üçün sən qaçırsan kimdənsə, bloka girirsən və neçə mərtəbə qapılar var. 3 dənəsini açmağa çalışsan, ehtimal böyükdür ki, 3-ü də bağlı olacaq. Amma yuxarıya qədər şans var. Qalxırsan, kimsə unudub qapını bağlamağı, sən girib qoruna biləcəksən. Qapı sayı, cəhd sayı, şans sayı həmişə oyunu dəyişir. Məndə belə işləyib. Misal üçün xanımlar olur ki, işə düzəlmə prosesində müraciət edirlər peşə seçimindən bağlı. Deyir ki, Seva xanım 6 dənə CV, 10 dənə CV göndərdim, məni qəbul eləmədilər. Mənə gülməyi tutur. İndi biz o vaxtkilər deyərəm ki, 100 dəfə, 150 dəfə, neçə dəfə CV göndərməliydin ki, bir dənə şansı qopardasan. Bəli, bəli. Niyə də yox? Yəni 6-7 təyin eləmir də. Sən çox qapı açmalısan, çox cəhd göstərməlisən. Ya da ki, çox döyməlisən ki, axırda bezib sən özü o qapını açsınlar. Mən iş sahəsində oturub ağlayıb, mən artıq bu işi bacarmıram dediyim günlər olub. Yaşandı. Və səhər durmuşam ki, yox ya. Bu deyil. Yəni bir tərəfdən, bacardığın tərəfdən başla. Nə qədər bacarsan o qədər elə, amma elə. Ona görə cəhdlərimizin sayı, belə deyərdim bu sualın cavabı olaraq. Təşəkkür edirəm. Özünüzü heç tükənmiş, bitkin, yorğun hiss etdiyiniz an olubmu? Təbii ki, olub. Hər gün. Və hər gün. Səhərlər. Bu anlarda nə etmisiniz? Lazım olanı. Necə çıxırsınız bu haldan? Durmuşam, görürəm ki, heç nəfəs almağa gücüm yoxdur. Başa düşürəm ki, bugün estetik avokado tostu olmayacaq, amma 2 dənə bişmiş yumurta yanında xiyar bir dənəcikləri olacaq. Bu sadəcə mənim düsturuma ən yaraşan olacaq. Amma əvvəlki bir 10 il qabaq Seva deyərdi ki, konfet çay, tort çay, dünənki tort da qalıb misal üçün. Ac gəzim, eybi yox, bir kofe içim, amma indi başa düşürsən ki, yox, yəni gözləmə, o yüksəlişi gözləmə, lazım olanı etmək. Durursan,
lazım olanı edirsən və o məqamda emosiyaları, lazım olmayan hissləri söndürürsən bir müddətlik. Belə romantik səslənir, rahat səslənir, söndürürsən hissləri. Asan gəlmədi. İllərlə işlənən bir sistem əsnasında gəldi. Amma bu dəqiqə bu işləyir. Yalandan deməyim ki, ay dururam, rutin edirəm, üzümü yuyuram, heç bir şey. Yəni maksimum ana nə edə bilər? Üzünü yuyub, dişini təmizləyib qaçmaq. İşlək sistem yalnız budur ki, heç bir şey düşünmədən sadəcə durub edirəm. Vəsə, qurtardı getdi. Başqa heç bir Nə şey tövsiyə düşünmürəm. eləyirsiniz? Bəs xanımlar o hala düşəndə nə etsin? O halı düşünməsinlər, o halın dibinə getməsinlər və o halı romantikləşdirməsinlər ki, ay mən tükənmişəm, yazıqları gəlməsinlər. Çünki yazıqlıq hissi bizə nə verəcək ki? İndi əlbəttə ki, məni dinləyən psixoloqlar, coachlar deyəcək ki, o nə deməkdir? Xanım hisslərini tanımalıdır, qəbul elə, canın sağ olsun. Amma 10 dənə həyatın varsa, pişik kimi 8 dənə həyatın varsa, buyur. Mənim bir həyatım var, yəni reallığım bir dənədir hələ ki, öhdəçiliklərim var. Məsuliyyətim böyükdür və təəssüf edirəm və yaxud xoşbəxtlikdən deyə bilərəm ki, mənim hələ ki o lüksum yoxdur. O hallara danım və düşünüm ki, yox, bu gün o gün deyil. Bu günü ingilislər demişkən skip edirik, növbəti günə keçid eləyirik. Yox, bu gün var, bu gün şansdır. Nə qopartdım, nə etdim, başqa heç bir şey. Mənim özümün bir qrafikimdə, belə deyim də, beynimdəki qrafik var ki, düşünürəm ki, heç bir hal, heç bir hiss qalıcı deyil. Və onu düşünüb davam edirəm. Ola bilər nəyəsə görə yuxusuz qalmış ola bilərəm və yaxud da nəyəsə görə bitkin oyanmış ola bilərəm və həmin an düşünürəm ki, bu indi 1 saata, 2 saata, 3 saata və günün ortalarına doğru Allah Taala mənim üçün elə bir şey göndərə bilər ki, yəni bu tamamilə unudular. Bəli. Bu keçici bir hal. Niyə yandıraq ki bu şansı? Həmçinin də xoşbəxtlik. Bəli, niyə bu şansı yandıraq ki? Bir gün də həyatımızın bir günüdür. Bəlkə tarix yaza bilərik həmin gün. Mən kənardan sizi həm güclü, həm də yumşaq bir qadın kimi görürəm. Balansı necə qoruyursunuz? İndi mən də sual verim. Yumşaqlığı nədə görmüşsüz? Görünüş, Görünüş, danışıq, elə? rəftar, yanaşma. Çalışmışam onu göstərməyim. Çünki sosial media həmişə xanımlara demişəm ki, sosial mediada sən özün deyilsən, bu sənin işindir. İşin kimi yanaşırsansa, bu başqa məsələ. Lifestyle, səmimiyyət filan feşmə. Səmimiyəm, okey. Xanımlarım da bilir ki, səmimiyəm, amma həmən o Sevanı, imенно Sevanı da, Sevoçkanı, Sevuliçkanı orada görmək çətin olar. Çünki bu mənim iş dünyamdır, bu mənim şəxsi brandimin bir parçasıdır və iş dünyasında mən tam başqa bir davranış artıq əldə eləmişəm. Bu professional həyatımın bir hissəsidir. Balans, nə bilim, mən buğayam, mən ailə adamıyam. Balans da nədir? Mən çox çöldə, bayırda, hansı eventlarda çox olan birisi deyiləm. Hər fürsətdə ailəmə qaçaram. Onları seçirəm. Yəni onlarla zaman keçirtməyi seçəcəm həmişə. Və çox vaxt buna görə də bir-iki belə atmacalar, sözlər də almışam ki, nə olub, nə məsələdə elə qaçırsan evə, bir çıx, bir gəz, bir əylən, başa düşmürlər ki, mənə orada yaxşıdır. Yəni ora mənim güc yerimdir, ora mənim vətənimdir, balaca kiçik bir vətənimdir. Orada hər şey mənim üçün yaxşıdır. Və sosiumda bu dəqiqə bu qorxulu məsələlər, fərqli neqativ faktorları yaşamaqdansa mən ailəmə qaçacağam, o hüzuruma qaçacağam və orada strukturu qurmağa çalışacağam. Mən orada lazımam. Başa düşürsüz necə? Bəli, əlbəttə ki, insan harda xoşbəxtdir, harda 100%, huzurludur. 100%. İnanın ki, hər ortamda mən ən sevilən olum, ortalıqdan çıxmayan birisi olum, kampaniyaların sevimlisi olum, amma evimdə qarışıqlıq, hüzurun itməsi, başlı-başına qalması, niyə onu seçim ki? Mənim öhdəçiliklərim var, yenə də deyirəm. Daxili o ev huzurlu, sakit, sizi necə deyim, rahat hiss etdirməyən də onsuz da siz bayırda nə qədər xoşbəxt bir rol çəksəniz də o olmur. Olmur və doğrudan da mən həsəd aparıram kənardan görəndə ki, xanımlar məsəl üçün bütün günü səyahət, gəzmək, tozmaq falan filan. Həmişə içimdə bir dənə sual daşıyıram ki, bəs uşaqların görəsən dərsləri, bağçaya gedib gəlib xəstələnmələri, yoldaşınla münasibət o qədər ağır və struktural bir şeydir ki, mənim həyatımda ən önəmli layihəm yoldaşımla münasibətimdir. Onun üzərində nə qədər ki işləyirəm və işləyirik, yəni qarşılıqlıdır. Bu doğrudan da zaman tələb eləyən bir şeydir. Düşün ki, sən 3 gün yoxsan, 4 gün yoxsan,
adicə qayıdıb yenidən o strukturu qurmalı olacaqsan. Çünki necə sizə deyim, simbioz əmələ gəlir də. O insan səni gözləyir, sən onu gözləyirsən və hər şey səndən gözləyir birbaşa. Bu mövzu biraz kritik mövzudur. Yəqin həm irada da səbəb ola bilər, həm çox xanım artıq bunu sevmir bu haqqda danışmağa. Mən papam demiş ki, köhnə kişilərdənəm. Mən normal qəbul edirəm elə şeyləri ki, həyat yoldaşı olmalıdır bəynin yanında, onu da bir növ dəstək olmalıdır, onun yanında necəsə resursu olmalıdır, enerjisi olmalıdır və mən bu yolu seçmişəm özüm. Düzdür. Çölbayırı yox, ailəm daha çox. Tamamilə mən də sizin fikirlərinizə Bəlkə də razıyam. budur, yəni balansın səbəbi. Yalandan da deməyim ki, ideal bir balans var, amma tam qane edəcək və sağlam münasibət adını daşıyacaq, keyfiyyətli formalaşmış bir cəmiyyət, bir necə sizə deyim, Cəmiyyətə yararlı deyək də. Yararlı olsun belə bir vibe, belə bir dalğa yaratmışam evimin içində. Maşallah olsun. Kənar isə o qədər də yəni təsir edəcək gücdə deyiləm. Nə eləyirəmsə sosial gücümlə eləyirəm, şəxsi brendimin gücünə eləyirəm, başqa heç bir şey. Hər zaman bu profilinizi qoruyun məncə. Baş üstə. Bayaq dediniz ki, iş həyatımda daha sərt, o yumşaq tərəfimi göstərmirəm. Bəs o qadın enerjisi ilə işi, biznesi idarə etmək mümkündürmü, yoxsa sərt olmaq lazımdır? Oy, bu dəqiqə mənim əməkdaşlarım da baxacaq bu videoya. Və çox rahat özləri bu dəqiqə deyə bilərlər ki, yox, o deyiləm. Yəni sərt falan. Mənə qarşı o qədər qarışıq olublar. O qədər şirkətlərdə çalışdım. O qədər fərqli insanlar gördüm. O qədər necəsə deyim, mənasız hərəkətlər özümə qarşı gördüm ki, hər səfər hər işdən ayrılanda dedim ki, mən bax belə olmayacağam. Mən belə bir şey eləmərəm heç vaxt. Düşünün ki, gənc idim və biraz deyəsən necəsə xanımları qıcıq eləyirdim. Başa düşə bilmirdim nə ilə. Bir xanım dözməyib sağ olsun. Rus xanımı idi. Mənim də Rus qanım var. Bilirəm ki, onlar açıq deyəndilər. Dözmədi, gəldi şirkətdə Safron qrupda vaxt çalışırdım. Rahat danışıram heç vecbət. Narahat olmayın. Xanım inanın ki, üzümə gəlib yaxınlaşdı ki, mən səndən qıcıq oluram. Sən niyə beləsən? Nə olub? Nə xəbərdir? Niyə bu qədər bəzənirsən? Niyə bu qədər belə nə bilim, bax beləsən də? Bunun səbəbi nədir? Mən o deyirəm, qədər niyə o beləyəm cavablar ki? alıram ki, halbuki heç o insanları görmürəm də. Deyirəm, necəyəm belə? Deyir, nə bilim, qıcıq oluram səndən. Bilirsiniz də xanımlara niyə elə deyirlər də? Çünki məndə gördüyünü özündə istəyir, alındıra bilmir. İndi artıq başa düşürəm. Qısqanclıq, açıq deyirəm, qısqanclıqdır və o qısqanclıq bir əbədi mənlə getdi. Səbəbini də tapa bilmirdim. Çünki inşallah tanış olaraq daha yaxından tanıyarsınız məni. Heç vaxt çalışmıram hansısa xanımla rəqabətə girim. Əsla. Yox. Yəni ki, Yerimi tutmaq çalışıram. Səmimi deyim, istəyirdim yerimi tutum, onun yerini öz yerimi tutum, çalışım, başıma aşağı salım, qazanım. Amma nədənsə səbəb olurdum ki, qıcıq edim xanımları, bilmirəm niyə. Daha birinin yanına köməkçi qoymuşdular o vaxt məni, interyer dizayner kimi başlamışdım. Xanım məndən yaşca artıq idi, 30 neçə yaşı var idi, mən isə gənc idim, 20-21. Mən gəldim, dedim, yanında oturmalıyam, mən öyrənəcəm səndən, nə sual verirəm, nə bir şey, sadəcə oturmuşam. Çay gətirirdim, şirinyat gətirirdim ona ki, daha da belə xoş olum ona. Heç vaxt elə şeylərlə eqom yox idi. Nəm, özündən razı olun falan filan. Xanım mənə demədi, getdi müdirə dedi ki, bəs ona deyəndə başımın üstündə oturmasın, mən elə işləyə bilmirəm. Yəni heç başa düşmədim. Çünki heç maneçilik törətmirdim sadəcə o xanıma. baxmaqla. Sadəcə fikirləşdi ki, yəqin gəncdir. Nəsə yaman tez öyrənir, gəlib yerimi tutar. İnsandır, başa düşürəm. Amma necəsə deyim, gənc yaşında çox toxunur belə şeylər sənə. O qədər toxunur ki, indi toxunmur. Başa düşürəm ki, mənim 32 mən indi tam başa düşmürəm. Yalan deyim ki, başa düşürəm. Nə bilim, təəssüf ki. Mən o şeyə belə baxıram da, yəni. Amma var axı. Var. Yəni üzünə gəlib adamın deyirlər. Siz deyiblər. Dedi, sağ olsun ki, deyirlər, dedi. konkret Sağ olsun ki, dedi. Niyə? Çünki indi mən o xanıma təşəkkür eləyirəm. Niyə təşəkkür eləyirəm? Mən başa düşdüm ki, necə bir disonans yaratmışdım şirkətdə. O mənə görə obrazını itirirdi. O misal üçün bir obraz yaratmışdı, biraz daha tüfeylli, daha flexible, daha rahat. Mən isə daha əzmkar, daha ambisiyalı. Onda sən özündən daha yaxşı nəticə göstərənə gərək uyğunlaşasan. Ondan artığını eləyəsən. Sən isə artığını eləmək istəmirsən. Və nə qalır? Obrisinin uğurunu kiçiltmək. İndi də eyni şeylər baş verir. Sənə pis rəy yazanlar, sənin əməyi dəyərini azaldan insanlar çox arzuluyurlar ki, sən qədər olsunlar. Düzdür. Ona görə neqativ rəylərə mənim cavabım həmişə odur ki, ay bacı, sən arzuluyursan bunu eləyəsən. Sadəcə əlin çatmır. Eləmə. Nə özünü bu dəqiqə gününü korla, nə mənim günümü korla. Keç, yəni baxma, keç, yəni. Vəsə qurtardı getdi. Amma
Var, yəni var. Bu söhbətlər Təəssüflər var. olsun ki, var. Bu da təəssüf ki, formalaşdırır sənin daxilində müəyyən bir xasiyyəti, biraz o ağırlığı, amma komandamla, əməkdaşlarımla heç istəmərəm elə davranım. Biz belə qəşəng dost kimi kommunikativ. Mütləq. Biraz da işdən sual verim o zaman sizə. SMM və brendinq sahəsində ən çox edilən səhvlər hansılardır? Belə. Qəşəng sualdır, çox ləzzətli sualdır. Gəlin sırf peşəkar tərəfdən deyim ki, SMM-la artıq marketinq strategiyası və s. mövzular və ümumiyyətlə brendinq çox yeni bir üslub, yeni bir tərz gətiriblər bazara. İzah edəcəm necə. Brendinq dəyişildi, oldu şəxsi brend. Bu dəqiqə brendinq inanın ki, biz studiyada bir şirkət üçün brendinq yaradaq, hər şey ideal olsun. Məsəl üçün mənim qarşımda bir dizayn elementi var. Çox qəşəng brendinqi də var, loqo da səliqəli görsənir, amma bunun arxasında bax bir belə əmək yoxdursa, şəxsi brendin inkişafı yoxdursa, bir ad, bir sima, bir necə sizə deyim, bax belə bir necə sizə deyim, instrument, alət yoxdursa, getmir. Mənim misal üçün böyük qismi müştərilərim ideal brendinqləri var, ideal işlək alətləri var, targetə də pul xərcləyirlər və s. Amma şəxsi brend yoxdur deyə çox axsayırlar. Gəlin sizə 2-3 dənə misal gətirim. Mən ad deyim, siz misal üçün tapacaqsınız. Mimi brendi aksesuarlar Bəli. kimindir? Şəfəq xanım, düz deyilmi? Blogerimiz. Bəli. Onunla, yəni bax belədir, yan-yana. Şafasda da deyəsən bu dəqiqə geyim markası adı tam olaraq. Bəli. Şafas. Tanırım. Şəfa xanımındır. Mənim markalarım Sevas, hamısı mənə aiddir. Şəxsi brend artıq işlək alətə və yeni valyutaya çevrilib. Yəni ki, bir növ sənin şəxsi markan varsa, sabah sən gül də sata biləcəksən, corab da sata biləcəksən, xidmət də sata biləcəksən və insanlar onu almaq istəyəcəklər. Çünki sən bir vibe yaradırsan, bir üslub yaradırsan, insanlar o üslubu azca səndən götürmək üçün səndən bir məhsul almaq istəyirlər. Bildiniz necə? Bəli, başa Necə ki, düşdüm. misal üçün dünya markaları deyirlər ki, biz məhsul xidmət satmırıq, biz hisslər satırıq. Necə ki, McDonald's deyir ki, mən şənlik hissi, ailə hissi satıram, belə də toplanma, bu pozitiv hissləri satıram. Halbuki özümüz bilirik də nə satır, düz deyilmi? Qidadır. Əlbəttə. Qidadır, amma hamımız uşaqlıqda nə deyirdik? McDonald's ailə ilə gedirsən filan feşman, o bir necə sizə deyim, mainstreamın bir mentalitetin hissəsinə çevrilib artıq. Ona görə şəxsi brend söhbətində SMM mövzusunda başqa bir şey demək istəyirəm ki, SMM mövzusu çox qaçıb, çox səhv formalaşıb bizim cəmiyyətdə. İnsanlar fikirləşir ki, SMM nədir? Bir postu götürübsən, targetə qoyursan, qurtardı getdi, bununla da bitir. Və hər ikinci insan özünə SMM mütəxəssisi deyir. Bu kifayət qədər qəliz bir sahədir və bilikli insanlar tam başqa bir alətlərdən də istifadə edirlər. İkinci ən əsas alət marketinq strategiyasıdır. Marketinq strategiyasının daxilində də onsuz da SMM. Marketinq strategiyamız səhv olsa və orada düstur düzgün cızılmasa, heç bir SMM mütəxəssisi təəssüf ki, bizə köməklik edə bilməyəcək. Yəni şirkətin daxilində bu dəqiqə 2 əsas sütun var. Şəxsi markan və marketinq strategiyavın çox düzgün cızılması. Sonra əlbəttə ki, SMM. Yəni ki, SMM 3-cü pozisiyada gəlir. Bu qədər. Çox yanlış anlayırlar. Ola bilər, Çox amma yanlış da çatdırırlar cəmaət. büdcəyə görədir, Fərdi xanım, büdcəyə görədir. Yəni burada yenə də hər şey individuallığa gəlib çıxır. Çünki bu sözlərimi kolleqalarım da yoza bilər ki, o nə deməkdir? Mən məsəl üçün SMM mütəxəssisiyəm, mən satışları da qaldıra bilərəm, brendi də tanıda bilərəm. Edə bilər. Amma əgər iyerarxiya düzülürsə və düstur düzülürsə, yuxarıdan başlamaq lazımdır. Bəli, Yuxarıda isə marketinq strategiyası və şəxsi brend dayanıb. Sonra artıq SMM. Bəli, Və bəli. SMM bir əlavə alət kimi gedir bizim dünyamızda, digitalda. Təşəkkür edirik. Buyurun. Maarifləndirici məlumat Oy, üçün. oy, oy. Biz bilirik ki, siz təkcə şəxsi inkişaf mentoru deyilsiniz. Həm də xanımlarımıza yeni bir peşəyə yiyələnmək üçün təlimlər verirsiniz. Bəli. Xanımlarımıza satış artırmaq, ilk müştəriyə yiyələnmək və yaxud da inkişaf yolunda pillə-pillə yuxarıya getmək üçün necə məsləhətlər verərdiniz? Nəyi etsinlər ilk? İlk. Mayda qismət olsa böyük bir seminarım olacaq və bu ən aktual mövzu olacaq. Əgər sən bazarla uyğunlaşırsansa, daima tezisləri və metodologiyanı, düşüncələri düzənləməlisən, yeniləməlisən. Mən də yeniləməli oldum. Baxın, bu dəqiqə qrafik dizayn kursum bağlıdır. Səbəb isə səmimiyyətim. Çünki mən bu dəqiqə heç bir xanıma köhnə üsulla sadəcə Figma-nı, Adobe paketi öyrədən deyiləm.
İndi bunun dizaynından başa çıxanlar başa düşəcək. Mən bilmirəm, Niyə? bəli. Çünki bu kiçik bir bazadır. Mən necə insana bu peşəni öyrədim ki, o bu dəqiqə süni zəka ilə dostlaşmasa, bir dizayner kimi çox az qazanacaq. Mənim dürüstlüyüm, mənim insanlığım icazə vermir. Və məsəl üçün Directdə o qədər mesaj var ki, Selxam, niyə qrafik dizayn kursu dayandı? Çünki tələbələrim doğrudan da yaxşı olur ki, məsəl üçün ilk ay biri 1000 manat pul qazanırdı, biri məsəl üçün böyük layihələr götürürdü. Kim 800 manat bir sadəcə layihədən götürmüşdü, balaca bir kiçik sifarişdən falan filan. Hansısa xanımın bu aylıq maaşıdır. Mənim isə Bəli, tələbəm bəli. bunu bir layihədən 2-3 günə götürmüşdü və xanımlar çox ilhamlanmışdılar ki, mən də belə istəyirəm. Birincisi sualımın səmimi yenə də cavabı var. Səndə olmaya da bilər. Bu necə desəm, hamı çox qazanmır axı, düz deyilmi? Düzdür. Sən o təlimi ala bilərsən, nəticədə 500, 600, 700 azayın qazana bilərsən. Amma bir xanım ki, 5000, 6000-lik layihəyə götürə biləcək. Hər kəsin nəticəsi eyni olmayacaq və mən də heç vaxt xanımlara qarant vermirəm ki, sən də qoşulacaqsa, səndə də belə olacaq. Motivasiya kimi bəli, uğurlu кейsləri göstərirəm. Yəni nəsə belə düzgün eləsən belə alınacaq səndə. Amma qarantiya vermək ağır bir şeydir və bu dəqiqə dediyim o olardı ki, hər bir xanım sahəsindən Fərq olmadan. Bəli, aslı olmadan, Bəli, çox üzr istəyirəm. Buyurun. Sahəsindən aslı olmadan süni zəkanla dostlaşmalıdır. 100%. Necə oldu ki, tip də süni zəkanla artıq necəsə inteqrasiya oldu, birlikdə çalışır, robot texnikası və s. Marketinq sahəsi artıq süni zəkanla birbaşa dostdular, hamı ChatGPT-də oturub və s. kimi alətlərdən istifadə edir. Yəni bu belədirsə, mən bu dəqiqə hər evdə oturan xanıma səslənib, hər bu dəqiqə özünü axtaran xanıma səslənib deyirəm ki, yeni alətlərlə dostlaşsın, dünyanın tələbləri ilə dostlaşsın. Ya da ki, sənət, okey, klassika həmişə sənətdir. Həmişə klassik bir üsulumuz qalacaq. Dərzilik, gözəllik sahəsi, xidmət sektoru və s. Bu klassikadır. Amma da ambisiyası yüksəkdirsə, enerjisi içindən bax belə daxilindən vurub çıxırsa, dostlaşsın yeni sahələrlə. IT olsun, süni zəka vasitələri olsun, kiber mühafizə olsun, bilmirəm, marketinq və yaxud satış strategiyaları olsun. Satış dünyası vəşi xanım üçün gözəl sahədir. Səmimi deyəcəm. Bəli. Niyə? Çünki satış dünyası, marketinq dünyası səni kiçiltmir. Sənin müştərin hər bir insan ola bilər. Sən həm böyük şirkətlə çalışa bilərsən, həm balaca şirkətlə də çalışa bilərsən. Fərdi bir coachla çalışa bilərsən və yaxud bir ekstra böyük bir gigant mütəxəssislə də çalışa bilərsən. Bacarığından, iddialı olmağından asılı olaraq büdcəvi böyüdürsən. Marketinq sahəsi öyrənsinlər. Hər bir şirkətə, hər bir personaya marketoloq lazımdır. Öyrənsinlər. Yəni kurslardır, bu dəqiqə əl çatandır, ChatGPT var, YouTube var. Bəli. Tək ki istəyəsən. Yəni bu sahələr hələ ki işləkdir. Hələ ki bu sahələrdə süni zəka tam olaraq bizi əvəz edə bilmir. Amma dizayn mövzusunda görürsüz, mən bu mövzunu örtdüm. Çünki bu dəqiqə mənim həmçinin kursum update olunur. Mən həm dizayn biliklərini, həm süni zəka biliklərini birləşdirəcəm və İnşallah. xanımlarıma daha güclü və daha aktual biliklər verməyə çalışacağam ki, onlar qazana bilsinlər. Bəli, uzun müddətli, o türklər deyir, uzun vadeli bir qazanc Olsun. Əgər onlar da siz əslində həm öz brendinizin, həm də qadınların inkişafını düşünərəkdən bu addımı atmısınız. Avtomatik olaraq, çünki o tərəfdə mən idi, bu tərəfdə mən idi. Bəli. Ona görə belə dayanmışam. Hələ ki fəlsəfəm budur. Çox ağır gəlir mənə hər hansı bir məhsulu insana satmaq. Əminəm ki, o xeyrini tapmayacaq. İnsanlıq cəhətdən biraz çox əziyyət çəkirəm. Bizdə də həmçinin elədir. Yəni elə də belə də qazanacağam. Əsas şəffaf olsun və dürüstlük olsun. Bəli, dəfələrlə olub ki, xanımlar gəlir, konsultasiya olurlar və ona həqiqətən onun prosedura ehtiyacı olmur. Və problem psixoloji və yaxud da bilmirəm, daxilindəki olan hər hansısa bir həkimə getməli olduğu bir problem olur və biz onu dəfələrlə göndərmişik. Rəhbərimiz Nigar xanım da o da təsdiqləyər. Özü belə konsultasiyalarda iştirak eləyəndə bəzən deyir ki, o xanım bizlik deyil. Yəni pula görə bəzən hər şeyi gözü yumub getmək düzgün deyil. Çünki o uzun müddət davam eləmir. Bilirəm. Və biz də qadınıq. İstəyirik ki, harasa gedəndə bizə də o münasibət göstərilsin həqiqətən. Mən də istəyərdim. Bəli. Ona görə o rəftarı gözləməkdənsə hələ ki özüm o rəftarı özümüz göstərəm. etməliyik. Qoy məndən başlasın. Fəlsəfəm budur. Yəni dünyanı gözəlləşdirmək istəyirsənsə, dövlətdən nəsə gözləyirsənsə, ailəndən nəsə gözləyirsənsə, özün də bir faydalı cəmiyyət üçün hissəcik olmalısan. Ona görə əgər mən nə isə dəyişmək istəyirəmsə, mən mikrofonu götürürəm, səhnəyə çıxıram və oradan fikirlərimi söyləyirəm, elə təsir eləyirəm. Təsir eləyə bilməyəcəmsə, nə isə dəyişə bilməyəcəmsə, sadəcə susuram və deyirəm ki, hələ ki zamanı deyil. Yəni ki, nə isə dəyişmək istəyirsəm özümüzdən, ilk öncə özümüzdən. Çox gözəl düşüncədir.
Təlimlərinizdə iştirak edən xanımların gördüyünüz ən böyük ortaq problemi nədir? Sevas. Yemez. Ortaq problem. Necə sizə deyim, çox vaxt rusca avtomatik cavab vermək istəyirəm. Bu da mənim ən böyük çətinliğim və yaxud da ingiliscə. Onlar görünən olmaqdan qorxurlar. Ən populyar problem odur ki, görünməkdən. Adicə baxın, hardasa mən gəlirəm, başlayıram danışmağa, görürəm ki, qəfil insanlar reaksiyası olur ki, o kimsə orada danışır. Adicə cəmiyyətimizdə səsini çıxartmağa belə qorxan insanlar var, bildiniz? Mən bunu istəmirəm, bunu mənə verməyin. O söz bəziləri üçün sizcə qorxulu gəlir. Yəni məsəl üçün restoranda sənə səhv yeməyi gətirdilər və yaxud soyuqdur və yaxud vəbşə ümumiyyətlə sən istədiyin bir şey deyil. Çox insan nə edəcək? Əşi sən Allah elə. Bəli. Ya da ki kimsə çox aqressiv formada bunu edəcək, balansı itirmiş olacaq. Mən onu mədəniyyətsizlik kimi, o davranışı mədəniyyətsizlik kimi qəbul edirəm. Amma səslənən olan və fikrini açıq formada, şəffaf formada ailəsinə belə səsləndirən xanımlarımız çox azdır. Məsəl üçün, salam əzizim, mən bunu eləmək istəyirəm. Bu cümlə xanımlarımız üçün o qədər qorxulu səslənir ki, yox, qəbul eləməz, yox, istəməz, yox, qoymaz. Ən populyar söz yox, qoymaz. Yəni biz gözümüzdə bəzi insanları, ailə üzvlərimizi belə çox böyütmüşük. Yaxşı mənada demirəm, böyütmüşük, qorxulu etmişik. Bu sənin atandır, yəni misal üçün, bu sənin anandır, yaxud bacındır. Nəticədə yenə də dirəşsən, sən alındıracaqsan. Tarix göstərib ki, tarixdə o qədər xanımlar oldu ki, dedilər bu sözü. Bu feministliyə aparmıram bu mövzunu, əsla. Həmişə bu balansı qoruyuram ki, nə o yanlıq olum, nə bu yanlıq. Amma olub da bu xanımlar canların bahasına o sözün deyib gediblər, düz deyilmi? Düzdür. Demirəm canından keç, demirəm hüzurundan keç, dağıt nəysə. Amma o cəsarət bax, odur açarı, cəsarətin və səsindən, daxilindəki o gələn, necə sizə deyim, enerjidən, stimuldan qorxmamaq. Necə sizə izah edeyim? Bu dəqiqə mənim üçün yeganə valyuta və yeganə görünən tərəf xanımın görünməsidir.